Məşhur bir deyim var. Sevgi üç şəkildə göstərilir. Əgər sevgisi, çünki sevgisi və rəğmən sevgisi. Əgər sevgisi, məsələn, 5 alsan səni sevərəm. Əgər bu supu yesən səni sevərəm. Əgər qonşu Əhmədi keçsən səni sevərəm. Çünki sevgisi isə səni sevirəm çünki ağıllısan. Səni sevirəm çünki 5 alıbsan. Səni sevirəm çünki hər kəsdən öndəsən, birinci oldun. Rəğmən sevgisi isə səni hər şeyə rəğmən sevirəm. Əslində valideynin övlada olan sevgisi doğru şəkildə qurulması üçün rəğmən formasında olmalıdır. Səni 2 alsan da, 5 alsan da hər şeyə rəğmən sevirəm. Bu o demək deyil ki, burada incə bir çizgi var. Yəni o demək deyil ki, uşaq 2 alıbdı və yaxud mənfi bir davranışı olubdu. Biz o davranışı uşaqla danışmayacağıq, üstdən keçəcəyik. Sadəcə davranışı danışanda uşağın davranışına yönəlmək lazımdır. Yəni sən çox pis oğlansan, artıq səni sevmirəm. Belə bir ifadə uşaq üçün çox travmatik olar. Mən səni çox sevirəm, sən çox dəyərlisən, amma bugün 2 alıbsan, bunu səndən danışmalıyıq. Buna səbəb olacaq faktorları araşdırmalıyıq. Yəni sevginin dili, doğru sevginin dili rəğmən sevgisidir.